Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Qışa hazırlıq, tədarükümüz davam edir. Hər kəsin sevdiyi cənnət alması mürəbbəsinin dəndən kəhrəba rəngində əzilmədən necə hazırlanır sizinlə bölüşəcəm. Əgər videomu sona qədər izləyib bəyəndinizsə, abunə olmağı unutmayın. Hər bir təşəkkür bildirirəm. 7 kiloqram cənnət almasını axar suyun içərisində tərtəmiz yudum. Almanın mətbəx qaysısına saplağından kəsib, uc hissəsində olan tükləri əlimlə təmizlədim. Kürdən vasitəsilə almaların hər tərəfindən deşdim. Əgər istəsəniz, çəngəl vasitəsilə də, limon çəngəlindən də istifadə edə bilərsiniz. Bu cür göründüyü kimi 7 kiloqram cənnət almasını tərtəmizlədim, başqa bir ləyənə yerləşdirdim. 7 kiloqram cənnət almasına 14 stəkan su tökdüm. Yəni 1 kiloya 2 stəkan su. 6 dəqiqə qaynadıb almaları ləyənin içərisinə götürdüm. Həmən suyun içərisinə 7 kiloqram pesok töküb şərbət hazırladım. Almaları şərbətin içərisinə əlavə etdim. 8 dəqiqə qaynadıb 4 saat soymağa saxladım. 4 saat müddətində tez-tez qarışdırırdım ki, almanın hər tərəfi əzilməsin. 4 saatdan sonra ocağın altını yenə yandırdım. Yenə 8 dəqiqə qaynamağa qoydum. 8 dəqiqə qaynadıqdan sonra ocağın altını söndürüb yenə 4 saat müddətində soymağa qoydum. Artıq ocağın altını kürxodda qoydum, mürəbbələri bişirməyə başladım. Sonda bir ədəd vanil əlavə etdim. Mürəbbəni bişirəndə məndə artıq qaranlıq düşmüşdü. Siz də bu cür etap-etap hazırlasanız, rəngi də gözəl olar, özü də dəndən qaralmadan çox gözəl mürəbbəsi alındı. Sonda bir çay qaşığı da limon duzu əlavə etdim. 10 dəqiqədə limon tuzundan qaynatdım. Mürəbbə artıq hazır idi. Suyu da çəkilmişdi. Çox da gözəl görünürdü. Limon duzunu da tökməmin səbəbi odur. Həm xarlanmasın, həm də gözəl rəngi alınır. Bu qədər. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Hazırlayın, hər kəsə nuş olsun. Yeni videomda görüşənədək Allaha əmanət olun.